Biri yüksəklikdən baxanda diksinir, başqa birinin liftə girəndə nəfəsi daralır, bir başqası isə iynə görəndə titrəyir. Bu sadəcə qorxu deyil, bu iz qoymuş bir keçmişin qayıdışıdır. İnsan bəzən bir şeyin özündən yox, onun təmsil etdiyi yaddaşdan qaçır. Fobiya ağlın pıçıldadığı bir qorxunun bədənin haykırtısına çevrilməsidir. Hər şey bir anda olmur. Fobiyanın toxumu uşaqkən insanın ilk dəfə özünü gücsüz hiss etdiyi bir anda atılır. Məsələn, it hürür, uşaq diksinir. Amma orada onu sakitləşdirəcək heç kim yoxdur. Uşaq qorxu ilə baş-başa qalır və beyin ilk mesajı yazır. Bu hiss təhlükəlidir. Sonra həmin duyğu başqa şəraitdə yenidən yaşanır. Məsələn, uşaq qaranlıq otaqda yenə qorxur və yenə təkdir. Artıq burada qaranlıq təhlükə simvoluna çevrilir. Beyin ikinci mesajı yazır. Qaranlıq bərabərdir təhlükə. Fobiya bu məqamda emotional encoding, yəni emosional kodlama nəticəsində bir refleks olaraq yenidən proqramlanır. Yəni zehin həmin anın hissləri ilə görüntülərini birləşdirərək yaddaşa atır ki, gələcəkdə bənzər hadisələri təhlükə kimi tanısın. Zaman keçir, insan böyüyür, amma bədən hələ də həmin siqnalı tanıyır. Qaranlıq otağa girəndə qorxu simptomları aktivləşir. Nəfəs daralır, ürək çırpınır, əllər titrəyir. Çünki zehin o xatirəni emal etməyib, yalnız bastırır və bir gün insan sadəcə qaranlıqdan deyil, qorxunun özündən qorxmağa başlayır. Bax, bu fobiyanın ən ağır mərhələsidir. İnsan bilir ki, qorxu gələcək, onu gözləyir. Onu düşünür və hətta onu çağırır. O artıq sadəcə reaksiya vermir. Proaktiv şəkildə fobiyasını yaşayır. Fobiya keçmişin gələcəyə daşınmış qorxusudur. Əksəriyyət qorxularla mübarizə aparmağa çalışır, amma mübarizə fobiyanı daha da gücləndirir. Mübarizə instinkti təbiidir, amma əsl çıxış yolu fərqlidir. Əsl azadlıq qorxunu dinləmə bacarığından keçir. Sənin bugünkü qorxun keçmişdə dinlənilməmiş bir səsin qisasıdır. Ona görə sən siçanı görməsən də sadəcə düşünsən belə qorxursan, səbəbi real təhlükə deyil, zamana ilişmiş emosional xatirədir. Həll yolu isə o emosional xatirənin bədəndən azad edilməsidir. Sadəcə danışmaqla və məntiqlə bu mümkün deyil. Çünki fobiya məntiqlə yaranmayıb, emosional travma ilə formalaşıb. Bu səbəbdən ən asan və qalıcı çözüm neuroassosiativ transformasiya ilə mümkündür. Çünki NAT qorxunun şuuraltı bünövrəsini tapır, həmin an beyində baş vermiş emotional encoding prosesini yenidən çərçivələyir. Orada ilişib qalmış hissi neytrallaşdırır və qorxunun bədənə verdiyi avtomatik reaksiya yox olur. Fobiya ilə savaşmayın, onunla tanış olun dəyərli dostlar. Çünki hər qorxunun içində sənin unutduğun bir xatirənin səsi var. Fikirləriniz çox dəyərlidir.